Salam, xəbərin brendi, günün trendi efirdədir. Bugün Vətən müharibəsi qəhrəmanı şəhid Ramiz Cəfərovun doğum günüdür. O 1974-cü il dekabrın 10-da Ukraynanın Makayevka şəhərində anadan olub. Polkovnik leytenant Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-sində işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan 2-ci Qarabağ müharibəsində savaşıb. Ramiz Cəfərov noyabrın 6-sında Şuşanın azad edilməsi zamanı şəhid olub. Allah rəhmət eləsin. Qartal ləqəbli Vətən müharibəsi qəhrəmanı polkovnik leytenant Ramiz Cəfərov. O qədər işin sevən adam idi, vətənpərvər oğlu idi. 42 gün döyüşdü bu adam. Bütün o alınan torpaqlarda iştirak elədilər. 26-sı səhər tezdən çıxdı getdi. Geri qayıtmadı ancaq 3-cü dəfə 30-u danışdığı oldu ki, sağ-salamatıq, çıxırıq Şuşaya. İnşallah görüşərik. Allah qismət vermədi. Axırda Şuşa idi. Şuşaya da çıxdılar. Çox istəyərəm. Allah qismət eləsə, Allah yol versin, salamatçılıq olsun. İnşallah gedəcəyik ora. Yəni, hər adama da qismət olmur şəhidliyi zirvəsinə ucalmaq. Ramizin əsgərləri hələ də özlərinə gələmirlər ki, elə bir komandirlər həyatda yox. Bir ata borcu kimi uşaqların yer-bir eləsin, hamını xoşbəxt görsün. Ata başqa şey deyib də çox çətindir. Amma barışmalıyıq ondan. Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib. Şəhidin atası Səməd Nəsibov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Nicat Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Bugün Azərbaycan futbolunun əfsanəsi olan Anatoliy Banişevskinin ölümündən 28 il ötür. Bununla bağlı Peşəkar Futbol Liqası süni intellektlə hazırlanmış video paylaşıb. Qeyd edək ki, Anatoliy Banişevski 1963-1978-ci illərdə Neftçidə çıxış edib. O futbolçu karyerasını başa vurduqdan sonra 1981-ci ildə Neftçidə məşqçilik fəaliyyətinə başlayıb. Anatoliy Banişevski 1996-cı ildə Azərbaycan futbolundakı xidmətlərinə görə şöhrət ordeni ilə təltif olunub. O 1997-ci ilin dekabrın 10-da dünyasını dəyişib. Ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin pulu ilə yaşadığı küçəyə asfalt salınıb. Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində Le Kotel restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Eltacın atası Habiləmdən Eltacın adına məhlənmiş üçün asfalt çəkildi. Allah rəhmət eləsin. Məkanında da olsun. – 2016-cı ildə Hələbə hava hücumundan sonra dağıntıların altından sağ çıxarılan və dünya mətbuatının gündəminə düşən Suriyalı uşaq illər sonra yenidən görüntülənib. Həmin hadisə zamanı 5 yaşı olan Ümran Dakneş bu günlərdə Dəməşqdə Əsəd rejiminin devrilməsinin 1-ci il dönümünə həsr olunmuş tədbirlərin birində çıxış edib.
Enerji resurslarına qənaət etmək gələcəyimizə edilən ən böyük investisiyadır. Hər söndürülən artıq işıq, hər dayandırılan lazımsız enerji sərfiyyatı həm cibimizi, həm də ölkəmizin enerji təhlükəsizliyini qoruyur. Biz birlikdə daha yaşıl, daha səmərəli və daha dayanıqlı bir enerji gələcəyi qura bilərik. Bu kampaniya təkcə bir çağırış deyil, həm də gündəlik həyat tərzimizi dəyişdirəcək vacib bir vərdişdir. Sənət işığa möhtacdır, amma israf olunan hər işıq gələcəyimizi soldurur. Mən də bu çağırışa dəstək oluram. Söndür və qazan. Meydanda far qazanırsan həyatda enerji, işığı söndür, həm təbiəti, həm komandanı qorur. Söndür və qazan. Hər dalda mükəmməllik ölçüsü olur, israflı yox. Enerjini başa sərf etməmək də aşpazın mətbəx nizamının bir parçasıdır. Mən də bu çağırışa qatılıram. Söndür və qazan. İstəyirəm ki, gələcəyimiz çox işıqlı olsun, söndür və qazan. Taylandın paytaxtı Bangkokda keçirilən World Mathematics Team Championship yarışında Azərbaycan komandası böyük uğur əldə edib. Kaliforniya Berkeley Universiteti tərəfindən təsis olunan bu nüfuzlu beynəlxalq riyaziyyat çempionatında ölkəmizi Global Olimpiyat Center adından təmsil edən Zəfər komandası Advanced kateqoriyasında 3-cü yerə layiq görülüb. Bu kateqoriya dünya üzrə ən güclü riyazi komandaların mübarizə apardığı qrupdur. Şagirdlərimiz Çin, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Yaponiya, Cənubi Koreya, Avstraliya kimi 20-dən çox ölkənin komandaları ilə rəqabətdə yüksək nəticə göstəriblər. Kənan Sadıqov, Nuray Hüseynli, Raul Quvalov, Zəhra Abdullazadə, Ziya İsmailov komandanın tərkibində olub. Yarış 3 mərhələdən ibarət olub və ilk mərhələdə iştirakçılar fərdi raundda riyazi tapşırıqları həll ediblər. Ardınca yarım komanda mərhələsi olan estafet raundu keçirilib. Son mərhələdə isə tam komanda raundu baş tutub və şagirdlər bu hissədə yüksək koordinasiya, məntiqi düşünmə və komanda işi nümayiş etdiriblər. Azərbaycan komandasının əldə etdiyi bu nəticə ölkəmizin riyaziyyat sahəsində artan potensialının və şagirdlərimizin beynəlxalq arenada güclü rəqiblər fonunda öz sözünü deməsinin daha bir göstəricisidir. WMTC olimpiyadasında birinci medalı aldıq. Təbii ki, gönül istərdi ki, daha yaxşı nəticələr alaq, amma yenə də, yəni bununla belə, yəni çox övünürük. Çünki orada çox çətin suallar var idi. Biz sona qədər inanmırıq ki, medal alınacağıq, amma sonra inanılmaz hadisə oldu. Başda ailəm olmaq üzrə Global Olimpiyat Centerə təbrik edirəm. Həm də çox təşəkkürümü bildirirəm. Xəyal müəllimə, Əli müəllimə, Ənvər müəllimə çox təşəkkürümü bildirirəm. Bu uğur təkcə bizim deyil, həm Azərbaycanın uğurudur. Çox təşəkkürlər. Biz WMTC olimpiyadında bürünc medal çatdıq və baxmayaraq ki, orada bizdən daha güclü komandalar var idi. Biz yenə də bu nəticəni əldə edə bildik və ölkəmizin başını qaldıra bildik xaricdə. Hər biriniz çox sağ olun. Bu imtahanda iştirak etmək mənim üçün böyük bir uğur idi. İmtahan çox gərgin keçdi və sonunda biz bürünc medala layiq görüldük. Bu imtahan təşkil edilməsində iştirak edən bütün müəllimlərə təşəkkürümü bildirirəm və komanda yoldaşlarıma uğurlar arzu edirəm. Taylandın paytaxtında keçirilən bu maraqlı və dünya riyaziyyat çempionatında Azərbaycan komandasının uğuru həqiqətən də bizi çox sevindirdi. Global Olimpiyat Centri olaraq artıq neçənci dəfə ki, bunu biz təşkil eləyirik və Azərbaycan komandasının bu dəfə gedib artıq nailiyyəti ikinci dəfə təkrarlanması bizə çox böyük bir sevinc qatdı və eyni zamanda komandamızın uğuru bizə əsas gətirdi ki, artıq biz gələn il 2026-cı ildə dünya riyaziyyat çempionatında ev sahibliyi eləyəcəyik. 29 noyabr və 2 dekabr tarixlərində artıq dünyanın ən yaxşı komandaları Bakıya gələcək və vətənimizdə Global Olimpiyat Centri təşkilatçılığı ilə növbəti çempionatı biz təşkil eləyəcəyik. Bu nədən asılıdır? Bu istedadlı balaların və bu istedadlı gənclər sayəsindədir. Mən inanıram ki, bunların gələcək təhsil nailiyyətlərində, təhsil karyeralarında böyük rol oynayacaq və onlar istədikləri yerlərdə təhsil alacaqlar və bugünkü xatirələri heç vaxt unutmayıb daha böyük xatirələr bu uğurların üzərinə əlavə eləyəcəklər. Təbrik eləyirəm. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik.
Sabirabad rayonu Yenikənd kəndində sakinlər həm qazın, həm də internetin olmamasından şikayətçidirlər. Bundan da əlavə yolun bərbad vəziyyətdə olması sakinlərə problem yaradır. Qaynar xəttimizə göndərilən videonu izləyək. Ötən gün Pirallahı rayonu ərazisində yerləşən evlərin birində baş vermiş yanğınla bağlı görüntülər yayılıb. Yanğın vaxtı həmin ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları təcili müdaxilə ediblər. Onlar yanğının olduğu evə daxil olaraq köməksiz vəziyyətdə qalan fiziki məhdudiyyətdə qadını xilas ediblər. Amerika Birləşmiş Ştatlarında şosedə təcili eniş etməli olan təyyarə avtomobilə çırpılıb. Hadisə Florida ştatında baş verib. Nəticədə təyyarənin toqquşduğu Toyota Camry markalı avtomobili idarə edən qadın xəstəxanaya yerləşdirilib. Təyyarənin pilotu və sərnişini isə xəsarət almayıb. Gəncədə zəhərlənmə baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən Nur dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Qeyd edək ki, ötən gün Gəncə şəhərində Mirzə Şəfi Vazih adına 16 nömrəli tam orta məktəbin 8 şagirdi yedikləri dönərdən zəhərlənib. Suraxanda evləri çirkab su basıb. Bakının mərkəzində eyvan uçub. Amerika Birləşmiş Ştatlarında ibtidai məktəb şagirdlərinə Şaxta Baba Obama sürprizi. Keçmiş prezident uşaqlara bayram hədiyyələri paylayıb. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Pensilvaniyada mitingdən sonra rəqs edib. Çində yaşayış binasında yanğın olub. Yanğın nəticəsində 12 nəfər həyatını itirib. Dövlət Təhlükəsizlik Xidməti əməliyyatı keçirib. Kriminal aləmin nümayəndələri tutulub.
Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat pozuculuq, terror təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilmişdir. Görülmüş müvafiq tədbirlərlə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilmiş, özlərini kriminal aləmin nümayəndələri hesab edən Azərbaycan Respublikasının vətəndaşları müəyyənləşdirilərək ifşa olunmuşlar. Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilmişdir. Eləcə də bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlhamoğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbioğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar. Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir. Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcəkdir. Türkiyədə Kırıkkale şəhərində kimyəvi məhsullar istehsal edən zavodda yanğın olub. Narkotik vasitənin təsiri altında olan sürücü ifşa olunub. Mərakeşin Fəs şəhərində 2 bina uçub, nəticədə 19 nəfər həyatını itirib, 16 nəfər yaralanıb, 8 ailənin yaşadığı 2 bitişik 4 mərtəbəli bina çöküb. İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edirlər. Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İran nömrələri vasitəsilə yazaraq narkotik maddə təklif edən şəxslərin olduğunu bildirib. Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi dəfələrlə vətəndaşlara müraciət edib. Aparılan araşdırmalar göstərir ki, bu kimi xarici nömrələr, saxta hesablar və bəzi sosial media kanalları müəyyən xarici dairələrdən idarə olunur. Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət profilaktik tədbirlər davam etdirilir. Qeyd edək ki, cərimələnən obyektlər arasında mexanaçı Akşin Fatihin sahibi olduğu Bay Fatih restoranı da var.
Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.